Psixoloqa gələn insan mütləq dəyişir. Terapiya alan insan mütləq dəyişir. Ona görə də o insanları manipulyasiya edən, kontrol altında saxlayan insanlar heç bir zaman psixoloqa, terapiyaya getməsinə icazə vermirlər. Sənin nəyin var ki, deyirlər. Sadəcə dillərində desə sənin başın xarabdır, sənin başın işləmir, sənin dəlixanaya aparacağım, sən dəlisən deyilən insanlar bunu deyirlərsə, demək ki, sizin dəli olmanız üçün çalışırlar, siz aşağı çəkirlər. Baxın görək, bu travma hardan gəlir? Valideyn, növbəti bir mövzu. Valideyn uşağın pisliyini istəyərmi? Bu söz sizə deyilibsə, sənin başın xarabdır, sən dəlsənsə, mütləq ki, bir şuuraltı bu kod sənin valideynlərindən bu sənə oturulub. Burada terapiyalarda valideyni və üçüncü şəxsləri günahlandıran haşlı deyilik. Ona görə ki, bu bizə heç bir şey verməyəcək. Günahlandırma nə olar? Həyalı bir şeydir. Məndə deyil, günah başqasındadır. Bu çox asan bir şeydir. Bu çox aciz bir şeydir. Başqasını günahlandıran insanlar çox acizdir. Amma özünü günahlandıran insan həqiqi məntiqdə seçirsən, öz baxırsan ki, öz vəziyyəti və sən burada səhvsən yoxsa düz. Məntiqdə özünü günahlandırmaq səhvin olaraq, ola özünü günahlandırırsansa, bəli, sən doğru insansan. Yox, səhv olmayaraq özünü günahlandırsan, bu yanlışdır. Doğru olaraq doğrusansa, bu başqa. Amma yanlış olaraq doğru deyirsən, sən çox yanlış insansın. Terapiya ona görə gəlməyə icazə vermirlər ki, sən dəyişirsən, kontroldan çıxırsan, idarə olunmaz olursan, artıq səni manipulyasiya etmirlər, edə bilmirlər. Bəzən necə olur? Terapiya gələnlər hamı səhvdir, mən düzəm deyir və problemin %5%-ni danışır. Profesional psixoloq bunu tutur, zaten bilir. O bilir ki, problemin 5%-ni danışır. Nə qədər səmimi, nə qədər qeyri-səmimi olduğunu bilir. Terapiya gələndə ona görə dəyişirik. Məsəl üçün, terapevt ona verir özgüvən metodikaları. Belə işləmək lazımdır ki, insan əziklikdən çıxsın, başqasını əzməsin, idarə etməsin, əri əzməsin, qaynası əzməsin. Və baxaq görə bu insan qabında nə var ki, bu əzilir. Axı o günahlandırmanı başqalarına yıxır axı, özündə olan səhvi görmür. Mən səhvəm, başqasını əzim, başqasına üstünəm. O isə özündə bir səhv görmürsə, bu insan elə digər insan dərs üçün gəlir. Onu dərk edəsən deyə, məsələn, o qaynananın, o yoldaşının və yaxud da ki, o ətrafdakı olan digər şəxslərin, üçüncü şəxslər ona görə gəlir, göndərilir ki, sənin üzərinə. Sən dərk edəsən, özünə yönələsən ki, baxasan ki, özünə məşğul olasan ki, sən nəyi səhv edirsən, nəyi düz edirsən ki, bu insanlar sənə gəlir, bu enerjini yayırsan, bu insana bu söz sənə deyir. Və sən əzməklə məşğulsanmı, başqalarına əzilirsən? Sən öncə özünlə məşğul olandan sonra, aydınlanandan sonra, səhvini, düzgünü, səhv və düz olduğunu, tərəzəsini qoyandan sonra kimsə düz və səhv olması haqqında nəsə fikir yürüdə bilərsən. Bu birinci növbədə. Yəni, yanlış o qədər müraciət edənlər var ki, insanlar başqalarında ancaq səhv axtarmaq istəyir. Amma psixoloq zakazla işləmir, şəxsən mənə qalsa. Mən digər psixoloq və digər koçlardan fərqli olaraq pasiyenti əlimdə saxlamaq üçün və onu maddi bir gəlir kimi görməyim üçün bu işdə işləmirəm. Mən insanların doğru dürüst yola gəlməsi üçün, özü haqqında doğru terapiya alması üçün işləyirəm. Və bunu düşünən insanları öz halına buraxıram ki, çünki o da elə düşüncəyə sahibdir ki, heç bir zaman düzəlməyəcək. Bunun canında, qanında, növbəti videoda çəkdim ki, o həmin insanın canında qalan ancaq pislikdir, yaxşılığa düzələ bilməyəcək. Çünki nədirsə odur, başa düşmür. Düşmək də terapiyadan asıl deyil. Dilində deyə bilər, hə, hamısını danışdım, dilində deyə bilər, hamısını etdim, dilində deyə bilər, amma ona özgüvən verdiyin yerdə narsistik şəxsiyyət pozuntusunu, narsistliyini şişirtməklə, əzməklə, alçaltmaqla, heç görməklə. Düşünür ki, bundan bir yüksəklik əldə edə biləcək. Amma bu yüksəkliyin o qədər də dibinə batacağının qarşısında olacağını düşünsün. Çünki enerji yox olmuyor, enerji fırlanır, yenidən səni o dibə salır. Və o insan nə edir? Onu tərifləyən. Sən hər şey yaxşı danışırsan, koçun və yaxud da psixoloqun və yaxud da ki, kimə gedir terapiya adı ilə, kimə gedir getsin, o tərifləmək üçün gedir, o şişirtmək üçün gedir egosunu. Mən gözələm, məndən yoxdur, mən əlayam, düzdür? O sənə gəlməz heç vaxt. Çünki o həqiqətlə üzləşməyi seçməz, sevməz, həqiqəti qəbul etməz. Yalan üzərində qurulan xarakter yalanı sevər, seçər.
Ona görə o insanlarla arxasınca gedib onlara yalvarmayın düzəlin deyə. Qutarın, bunu bitirin. Bunu özümə də deyirəm, bitir artıq, bəsdir. Və terapiya alan insanı istəyir ki, praktikada çox olur belə ki, istəyir ki, hamı onun dediyi kimi olsun, hamı onun istədiyini yerinə yetirsin, nə bilim, istədiyi qayda qanun. Bu belə baş vermir, əziz insan. Həyat belə deyil. Sən idarə edirsən, manipulyasiya edirsən, istəyək də sən idarə olmaq istəmirsən. Kimsə sən manipulyasiya etmək istəmir. İstəmirsən ki, manipulyasiya etsin. Əgər sən manipulyasiya olmaq istəmirsənsə, manipulyasiya etməyəcəksən. Enerji belə işləyir. Sən nəsənsə, osan. Bildinmi? O da qarşına çıxacaq. Sən özünlə məşğul olduqca, sən özünlə xoşbəxt olduqca ətrafına başqa bir işıqlı yol açılacaq. Yəni sən özünü düzəlt, başqasına heç nə gözləmədən. Sadəcə başqasına kömək edə bilərsən. Özünün istədiyin kimi idarə etmək yox, kömək edə bilərsən onun çətinliyindən çıxmaq üçün. Məsələn, yoldaşın bilirsən ki, hər hansı bir problemin içində çabalayır. Məsələn, qaynanan, və yaxud da ki, baldızın, və yaxud da ki, uşağın, və yaxud da ki, kimsə, sən bilirsən ki, bu doğru yoldur, mən belə oldum. Sən sadəcə kömək edə bilərsən, qurban yox, yolunu göstərə bilər. Əgər həqiqətən də istəyirsənsə, mütləq sən onu həqiqi istəyə bağlıdır. Sən həqiqətən istəyirsən ki, o insan doğru yolda olsun. Sadəcə yəni görsün mən çalışıram məntiqi ilə yox, içdən həqiqi ruhi istək varsa, o mütləq yaxşı olacaq və sən ona doğru yol göstərəcəksən. Yox, dedim etmədi və dedim olmadı, istədim olmadı, çabaladım olmadı, istəyirəm, çalışıram. Bunlar nağıldır. Bu nağıllar da işləmir. Həyat belə dərindir. Sən bu dərinlikdən üzdə kiminsə hesabına gəzmək, yaşamaq istəyirsən. İnan ki, o gəzdiyin, yaşadığın hər şey burnundan gəlir, düşürsən. Təzən arsız qalxırsan, təzən yenə düşürsən, təzən yenə ağlayırsan, yenə qalxırsan, yenə də nə qədər düşüb qalxmısansa o yolu, o qədər dib mənfi ona düşürsən. Və orada qalanda, ruh o vəziyyətdə tərk eləyir artıq. Deyir ki, düzəlmədi, öyrənmədi, yeni bir şey öyrənmədi, artıq tərk eləyir. Terapiyada biz valideynləri günahlandırmırıq, bunun üçün gəlmirik. Yoldaşı, əri, kim olur olsun, istənilən insan bunu sifarişlə qəbul olunmur. Kimsə düzəlsin, mənim xarakterimi işləsin, belə deyil. Baxılır sənin vəziyyətinə, sənin şəxsiyyətinə, sən necə bir insansan, əzik insan və egoist insansansa, sən əzməkdən həzz alırsan, özünü üstün başa çıxartmaq üçün. Bu işləməyəcək. Səni o qədər əzə insanlarla həyatın döngüsünə düşəcəksən. Bu bir. Dərk etmək üçündür. Sadəcə valideyn bunu yaşayıbdır. Sən də dərk etməsən, uşaq və yenisini yaşadacaqsan, zənciri qırmayacaqsan. Bunu dərk etmək üçündür. Sən valideynini günahlandırmaq üçün deyil. Bəli, övladını sevməyən valideyn var. Çünki narsist valideyndir, o sevgi nədir bilmir. Çünki özünü sevmir. Ona görə deyirik ki, valideyn səni sevmirsə, özünü sevmir birinci, o dəyər vermir. Sən neysə bacarırsansa, onu şuuraltıda istəmir bacar. Məsələn, gəlsən deyirsən ki, mən bunu etmək istəyirəm, mən onu neyinirsən, neyvə lazımdır, işin yoxdur, sənlik deyil. Çünki valideynin ona edəcək potensialı yoxdur. Özü bilir ki, ona deyilən sözü, onun yerində, o uşağı yerində özüdür əslində, şuuraltıda. Mən edə bilmirəmsə valideyni, uşağım da edə bilməyəcək. Əgər narsistik valideyn deyilsə, birincisi, valideyn isə həm uşağın bacarmayacağını və heç vaxt bacara bilmir, uşaq icazə vermir, o bağı qıra bilmir. Həm də uğurlu olmayacağını, bacarmayacağını, uğurlu olmayacağını, yaxşı olmayacağını, hər zaman daladar, o pis olmasından həzz alacaq. İrəli getdiyini gördüm, mən gedə bilmədim yolu, sən gedə bilməzsən. Mən bacarmadığımı sən bacara bilməzsən. Hər zaman pisliklə məşğul uşağın. Uşağını qabağa itələmir, dala itələyir. Nə qədər qabağa getmək istəsə dala salır. Və o bağ daim olur, bağdan uşaq qırılıb çıxana kimi. Narsist olmayan valideyn olanda, bacarmayanda o ki, valideynin daha çox qurban vermək rolunda olubdur. Sevmək, daim valideynin arxasınca qaçmaq, yalvarmaq, o heç vaxt görmür da sevgini. O valideyn hər zaman, valideyn o uşağının bacarmadığını bacarması üçün, nə istəyirsə onu etməsi üçün və dərk etdiyi üçün bu şeydən çıxa bilir. Və daim yaxşı olmasını istəyir ki, mən edə bilməmişəm, o yaxşı olsun. Öz uşağını başqalarının yanında nə olur olsun əzməz, aşağılamaz, pisləməz, olduğu kimi qəbul etmək istəyir.